Salam qızlar, hər vaxtınız xeyir, necəsiz? Keyfiniz, halınız necədir? Yeni bir günlük vlogumda hər birinizi xoş gördüm. Rayona gedirik, toyumuz var və getmişkən bir 3 günlük istirahət götürmüşəm. İşdən də icazə almışam, istirahət edəcəm. Oradan çox çəkiliş eləmədim qızlar, qeyd elədiyim kimi, çünki istirahət eləmək istəyirdim. Həm də toy evidir. Toy evində bilirsiniz, rayon yerində daha çox belə gediş-gəliş olur və hər şeyləri özləri hazırladığı üçün çörəyindən tutmuş lavaşına, yəni yuxasına qədər hər xırda bir şey, hər şeylər özləri hazırladığına görə ümumiyyətlə adam çox idi. Qonşular, qohumlar hamısı oradaydı. Çox maraqlı keçdi. Bu arada deyim, yerimiz məlum. Çox zövq aldım, belə deyək, gözəl istirahət elədim. Həm də belə qonşuların, qohumların yığılıb bir yerdə yemək hazırlamaqları falan, şirin-şirin söhbət eləməkləri ləzzət elədim. Burada artıq toyun qızğın vaxtlardır. Səhərsi gün toy olacaq, qızğın hazırlıqlar gedir. Burada gəlin çıxılan otağı bəzəyirlər. Hamısının qonşunun, qohumun cavan qızları yığılıb edir. Və artıq evdə gəlmişik qızlar. İnan ki, gəlmək istəmirdim. Əlimdə imkan olsaydı bir 10 gündə əlavə qalıb dincələrdim. Amma alınmır təbii ki, həm mənim, həm yoldaşımın işi, uşaqların dərsi, yəni uzun müddətli icazə verilmir. Ona görə də məcbur bir 3 gün qalıb qayıtdıq. Qızımı məktəbə aparıram, səhər-səhərdir. Qızım dərsə gedəndə mən aparıram, amma gələndə özü gəlir. Səhər mənim aparmağımın səbəbi odur ki, qızlar, bizim məktəbin yolu balaca ensiz, dar yoldur. Və uzaqdan gələn əksər valideynlər uşaqları maşınla gətirirlər. Çox əfsuslar olsun ki, o balaca dar yolda maşın əlindən keçmək olmur. Bilmirəm, yəni yağış yox, qar yox. Maşını kənarda saxlayıb uşağı aparmaq da olar. İmkan vermirlər ki, piyada gələnlər rahat keçsin. Görürsünüz necə basa-bas. Yəni bu heç nədir də hələ. Mən biraz gözlədim, seyrəli çəkiliş elədim sizlərə. Çünki maşının əlindən tərpənmək olmurdu. Belə nəsə hirslənməyim, qayıdım vloguma, qızımı qoydum, qayıtdım, gəldim. Gələndə bizim hər 5-ci gün binamızın qabağına rayondan maşın gəlir. Səhv eləmirəmsə, Səlyandan gəlir, səhv eləmirəmsə. Və süd, qatıq, yumurta, hər bir şey gətirildi, hər bir şey qızlar. Oradan biraz göyərti aldım, hardasa 12 dəstə göyərti aldım. Onun altısını doğaya, altısını küçüyə nəzərdə tutmuşam. Biraz kök götürdüm. Yaşıl biber götürdüm, mənim olmazsa olmazım. Heyva götürdüm, az almışam heyvanı qızlar. Hərdən az alıb kompot edirəm, yəni özüm çox kəsə almıram. Feyuxa götürdüm, feyuxanı həm biraz artıq almışam yeməyə, həm də kompot eləməyə. Ümumiyyətlə feyuxadır, heyvadır, şaftalıdır, bunlar çox ətirli meyvələrdir. Bunların kompotları əla olur. Kartof götürdüm, səhv eləmirəmsə 3 kilodur. Üzüm götürdüm. Üzüm çox qəşəng idi, bal kimi idi. Ağ da var idi, qara da var idi. Ağ xoşuma gəlmədi. Ona görə qaradan götürdüm. Belə dedim də tez-tez bunları yerləşdirim. Çünki ikinci növbə işdəyəm. İşə qədər bütün işlərim bitsin. Hələ yemək də hazırlamalıyam. Bu soyucu üçün qabları qızlar bir matıq mağazadan almışam. Yəqin ki, çoxlarınızda var. Deyirəm ki, nə yaxşı ki, bunları almışam. Ağıl edib almışam. O qədər əlimdən tutur. Həm içərisində çox şey yerləşir, həm də soyuducuda yerə yəni yer az tutur. Belə deyək də, yerə az tutur. Nəsə, dilim dolaşdı, nəsə sözü çox danışdım. Deyəsə tez-tez videonu səsləndirirəm ki, vaxtım getməsin, vaxtında paylaşım videonu. Ona görə də dilim dolaşır. Meyvələrdən biraz dedim, yum qoyum süfrəyə. Uşaqlar dərsdən gələndə yesinlər. Çünki onlar dərsdən gələndə mən evdə olmuram, işdə oluram. Üzümü yumuşkən dedim elə bunu dəstlərlə bölüşüm. Bu gördüyünüz qabı mən hepsi Globaldan sifariş vermişdim. 3 dənəli dəsti, 3-cə. Böyüklü, balacalı. Deyim ki, əladır, yalancı olaram, yəni belə də. Deyim ki, pisdir, ona da yalancı olaram, yəni orta alıb istifadə eləmək olar. Bunu əslində yoxlamaq üçün sifariş vermişdim. Mən ucuz almışam, Temuda biraz bahadır bunlar. Amma yəni dəyməz o pulu verib almağa. Mən heç 5 manata gəlmədi də, yəni ucuz götürdüm. Bizdə ev kirayadır. İnşallah ki, yaxın bir zamanlarda öz evimizə köçəcəyik və köçdüyüm zaman mənim qablarımda çox əskiklik var. Artıq 20 ildir ailəliyəm və hamısını yeniləmək lazımdır, köhnəlib çoxum. Ona görə dedim, görüm necə gəlir. Gördüm, belə də ən yaxşısı gedib görüb, baxıb almaq. Ucuz olmağına aldanmaq lazım deyil. İnşallah ki, sizin üçün qəşəng-qəşəng vloglar paylaşacağım. Aldığım bütün alış-verişləri sizlərlə bölüşəcəm. Qazan dəstləri, çay dəsmalları. Yəni bir xanımın bir evə alacağı hər bir şey almalıyam. Mebellərim yenilənməlidir. Aldığım hər bir şeyi inşallah sizinlə bölüşəcəm. İzləmədə qalın. Soyucuya pul fabrikatlar hazırlayanda belə balaca küftəciklər də eləmişdim. Onlardan bir qismini çıxartdım. Dedim şorba hazırlayayım. Qızlar dietik formada hazırlayıram. Yağ soğanı qovurmuram. Tomat əlavə eləmirəm.
düyü şorbasıdır. Çorbam artıq qaynara düşdü. Düyüsünü də əlavə elədim. Bir ədəd biberi ortadan 2 hissəyə bölüb əlavə edirəm. Mən xırda-xırda doğramıram. Nə qovurub hazırlayanda başqa yeməklərdə, nə belə hazırlayanda. Çünki bizdə uşaqlar onu sevmirlər. Dadı ağızlarına gedəndə. Mən də bu şorbanı tək özümlük hazırlamadım. Dedim bir dəfəlik uşaqlar da yeyər, ona görə artıq eləyirəm. 2 ədəd kökü də süd kəsdən keçirtdim. Onu da doğrayanda sevmirlər. Məcbur süd kəsdən keçir. Bir də montaj eləyəndə baxıram ki, o hissəni çəkməmişəm. Bir də 1 ədəd kartofu qızlar doğrayıb əlavə edirəm içinə. Mən ümumiyyətlə şorbada kartofu çox sevməsəm də uşaqlara görə əlavə edirəm. Bir həftə əvvəl kələm turşusu tutmuşdum Baçokda. Başı tamam dolmuşdu, axıra qədər aşağı enmirdi. İndi bir həftə keçib üzərindən baxıram ki, aşağı yenibdi. Gətirdim onun üzərinə, evdə biraz kök var idi. O kökləri əlavə elədim. Bir də biraz turşudan kərüz, şüyüd toxumu, cəfəri qalmışdı. Onları da əlavə elədim. Ürəyim gedir qızlar kələm turşusundan ötürü. Həm də bu formada qoyanda, amma təəssüf ki, yeyə bilmirəm. Həsrət qalmışam hər şeyə. İnşallah ki, mədəmdəki bu eroziya falan sağalar. Mən də bir ürəklə yeyərəm. Kökü göyərtini yerləşdirdikcə turşunun suyu qalxdı, daşdı. Mən də onu bir balaca bankaya götürdüm. Təbii ki, atmayacağım. Lazım olduqca turşunun üzərinə əlavə edəcəm. Şükür bütün işləri bitirdim. Hamısını çatdırdım və yollanıram işə. Gedədiyim kimi bugün 2-ci növbəyəm. Çıxdım, əslində avtobusla gedəcəkdim, amma çıxdım havanı gördüm. Dedim, yox, belə havanı yəni buraxmaq olmaz. Gələk piyada gedim ki, təmiz hava alım. Onsuz da elə iş, ev bütün gün qapalı yerdəyəm. Yaxşı ki, bu qərarı verdim qızlar. Yaxşı ki, piyada getdim. İnanın, hava möhtəşəmdir. O qədər gözəl təmiz hava var. Mən adətən işə ən çox yorğun olanda avtobusla gedirəm. Ya da ki, bir də görsən bəzən işim çox olur, gecikirəm. O zaman avtobusla gedirəm. Amma belə çalışıram ki, piyada gedirəm. İndi böyrü üstə dayanın. Aha. Əllərinizi yuxarı qaldırın. Tərpənməyin. Всё, gəlin çıxın xanım, hazırdır. İşdən çıxdım, elə yol üstü ballı marketə də dəydim. Demək olar ki, mən evin bütün ərzaqlarını oradan alıram. Arada evimizin yanında oba, bir də bazar stor var. Arada onlara dəyərəm. Nəsə vacib bir şey olanda düz evimizin yanındadır, rahatdır düşüb almaq. Amma belə ümumi bazarlığı, böyük bazarlığı çox vaxt ballı marketdən eləyirəm. Özümə yuxa götürdüm qızlar. Mən ümumiyyətlə çörək yemirəm. İndi bir məclisə gedəndə, bir qonaqlığa gedəndə başqa məsələ. Bazarlıq eləmişkən sizlərdən də bir söz soruşum qızlar. Siz ümumiyyətlə evə bazarlığı necə edirsiniz? Yəni bir aylığı bütövmü edirsiniz, yoxsa həftəlik mi edirsiniz? Mən əvvəllər böyük bazarlıq elirdim. Ayda bir dəfə lap belə böyük. Yəni hər şey alırdım, hər bir şeyi artırması ilə alırdım. Sonradan artıq demək olar ki, həftəlik bazarlıq. Həftəlik bazarlıq edirəm. Yəni bitdikcə yavaş-yavaş alıram. Çünki bütün bazarlıq mənim üzərimdədir, yoruluram. Yoldaşım səhər gedir, axşam gəlir. Uşaqlar dəstə olur. Nəsə belə qızlar, aldıqlarımı bölüşdürdüm. Qızım üçün kəpəkli onunla simit aldım məktəbə aparsın. Özümə gerkules aldım. Hər səhər gerkules qaşası yeyirəm. Su ilə pişirib. Südlə həkim icazə vermir. Banan aldım. Uşaqlara ayrı alıram. Özümə ayrı alıram. Çünki banan da diyetama daxildir. Çörək aldım uşaqlara. Quru nəm salpetka mənim olmazsa olmazım. Nə bilim, uşaqlara şirniyyat aldım biraz. Bu bulçkaları çox sevirlər. Ballı marketdə satılır. Bu karolukları rayonda bizə pay qoymuşlar qızlar. Bir qismini yemişik, hansılar ki artıq boşalıb yetişmişdi. Amma bir qismi daş kimidir. Yoxlayıram, görüm hansı boşalıb, onlara ayırım. Yeməyə, qalanı qalsın, yetişsin. Belə bu gün işə getməmişdən öncə saat hardasa 11-in yarısı olardı da. 11-in yarısı, 11 falan belə bu radələrdə həm işıqlarım söndü, həm suyum kəsildi. Paltarları yuya bilmədim. Hər işi gördüm, bir tək paltarlar qaldı. Həm də iki maşın, yəni 2 dəfəyə yuyacam. Dedim tənbəllik eləməyim, onları da yuyum, sərim. Səhərə etibar yoxdur. Yəni gecə də olsa yuyum hamısını sərim ki, səhərəm işim yüngül olsun. Əlimə də fikir verməyin. Əlimə yenə Ternel dağılıbdır. Mənim bu Terneldən ulduzum heç barışmır. Nə qədər ehtiyatlı eləsəm də yenə əlimə dəyər. Pesata əlavə edirəm ki, pesatı vuranda daha aydın olsun. Ona görə belə əlimdə Ternel görəndə fikir verməyin. Nəysə qızlar. İstəyirəm bu vlogu da burada yekunlaşdıram. Sona qədər izləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, dəstək olursunuz. Dəyərli zamanınızı ayırıb videolarımı izləyirsiniz.
İnşallah ki siz aktiv olun. Mən də aktivli olmağa çalışacağım. Hay Allah, mənim dilim niyə topuq vurur. Mən də aktiv olmağa çalışacağım. Çalışacağım blogları tez-tez paylaşım. Belə qızlar, elə bu videomu burada yekunlaşdırım. Gedim bulçlarla çay içməyə. Hələlik gələn videolarda görüşənə qədər yaxşı ki varsınız, yaxşı ki mənimləsiniz.